O bir nəfər deyir, bir rəsm əsəri çəkmişdi, qoymuşdu, deyir, çöldə demişdi ki, kim bəyənməsə hansısa hissəsini, bir xət çəksin üstündən belə bir işarə ki, bilim bəyənmədi, düzəldərəm o hissəni. Bir gün keçdi, gəldi, gördü, hərəsi bir dənə xət çəkib üstündən ki, bura yaxşıdır, ora yaxşıdır, bura yaxşıdır. Dedi, nə oluyor, bu da yaxşı yer görə bilmədi. Dedi, həmən səhv eləmişəm. Dedi, bu dəfə başqa söz yazır. Həmən şəkil çəkdi, dəyişmədi. Yazdı ki, bəyənmədiyiniz yeri silin, düzəldərsiniz, düzəldir. Sabahsın gəldi, şəkil olduğu kimi qalır. İşte, sildin, düzəltmək lazımdır, kişi. Yaxşı. Demirəm, adam tənqid eləməz. Tənqid yaxşıdır, yerində, zamanında, məyus eləməsin cəmiyyəti, ümidsizlik yaratmasın cəmiyyətdə. Amma alternativlər təklif eləməliyik, təqdim eləməliyik, bəli. O insanlardakı təkamülə, kamilliyə olan şövq hissi sönükdir, o hey tənqid edir. Hey tənqid edir. Bax, bunu ayır o insanları. Deməli, o hissi aktiv eləmək lazımdır. O hissi onu da aktiv eləmək lazımdır.